Salam əziz şagirdlər, mən sizlərə 3-cü sinif Kür-Araz test bankından riyaziyyata aid testlərin izahını verəcəm. Birinci sualdan başlayaq. 259 ədədinin oxunuşu hansıdır? 259. Elə doğru cavab olur A variantı. Hansı ədəd 586 ədədindən kiçikdir? 586 ədədində 500'lük var. 386. Baxın, burada 3 yüzlük var. Elə doğru cavab olacaq A bəndi. 500'lük 300'lükdən çox olduğu üçün 386 586'dan kiçik olacaq. Yəni 386 kiçikdir 586'dan. 372 ədədini yüzlüyə qədər yuvarlaqlaşdırdıqda hansı ədəd alınır? 372 ədədini yüzlüyə qədər yuvarlaqlaşdıraq. Yüzlüyə qədər yuvarlaqlaşdıranda baxırıq onluq mərtəbəsinə. Onluq mərtəbəsi 5, 6, 7, 8, 9 olarsa demişik ki, yüzlük mərtəbəsinin sayı 1 vahid artır. Onluq mərtəbəsinə 7 olduğu üçün yüzlüyün sayı 1 vahid artıb 4 olacaq. Onluq və təşliyin yerinə 0 yazaq. Doğru cavab olur D variantı. 366 ədədindən kiçik ədədi seçin. 366 ədədindən kiçik ədədi seçsək, bu edəcək 366, burada edəcək 432, burada edir 300'lük, 6 onluq, 7 təklik. Burada isə 371. 366 ədədindən kiçik ədəd 366 ədədindən kiçik ədəd doğru mu saydıq biz? Üzrsən, bu 200, bu 266'dır. Çünki burada 200'lük var. Elə doğru cavab olacaq A variantı. 572 ədədinin verildiyi variantı müəyyən edin. 572. 500'lük 7 onluq var, 2 onluq yox. A variantı cavab deyil. 7 onluq 200'lük, 500'lük var. Bu da yanlışdır. 2 təklik, 7 onluq, 500'lük. Elə doğru cavab olacaq C variantı. 500'lüyümüz, 7 onluğumuz, 2 təkliyimiz var. Keçək növbəti suala. Hansı variantda ədədlər azalan sıra ilə verilmişdir? Azalan sıra ədədlərin böyükdən kiçiyə doğru düzülüşdür. 800, 528, 222 ilə doğru cavab olur A variantı. Hansı ədədin onluq mərtəbə qiyməti 90'dır? Onluq mərtəbə qiyməti. Bu haqda danışmışıq, izah vermişik. Mərtəbə qiyməti, mərtəbə vahidinin sayı burada mütləq diqqətli oluruq. Deyir ki, mərtəbə qiyməti 90 olsun. Baxırıq, burada mərtəbə qiyməti 0'dır. Burada mərtəbə qiyməti 20'dir. 519'un mərtəbə qiyməti bir dəqiqə. Gələndə problem yarandı. Mərtəbə qiyməti 90 olsun. Burada mərtəbə qiyməti 0'dır. 923'ün mərtəbə qiyməti 20'dir. 519'un mərtəbə qiyməti 10'dur. 298'də isə 9'un mərtəbə qiyməti 90'dır. Doğru cavab olur A variantı. Hansı ədəd modeldə verilmiş ədəddən böyükdür? Modeldə hansı ədəd verilib? 300'lük, 1 onluq, 5 təklik. 315 ədədi verilib modeldə. Baxırıq, bizə deyir ki, hansı modeldə verilmiş ədəddən böyükdür? 316'dan böyük olan ədəd elə edəcək A variantı 536. Digərləri 315'dən kiçikdir. Məsəl üçün 138, 306, 312, bunlar 315'dən kiçik ədədlərdir.
Növbəti tapşırığa baxaq. Hansı ədədi onluqlara qədər yuvarlaqlaşdırdıqda 580 alınır? Yuvarlaqlaşdıraq. 588-i onluğa qədər yuvarlaqlaşdırsaq 590 edir. 476-nı onluğa qədər yuvarlaqlaşdırsaq 480 edir. 576-nı onluğa qədər yuvarlaqlaşdırsaq 580. 573-ü onluğa qədər yuvarlaqlaşdıranda 570 edir. Doğru cavab olur B variantı. Doğru yuvarlaqlaşdırmanı seçin. Seçək. 325, 330. Baxın, yüzlüyün altından xət çəkib. Yəni, yüzlüyə qədər yuvarlaqlaşdırmalı idi. 325-i yüzlüyə qədər yuvarlaqlaşdıranda onluğumuz 2 olduğu üçün yüzlüyümüz dəyişmir. Təklik və onluğun yerinə 0 yazmalı idik. Yəni, bu 300 olmalı idi. 482 yüzlüyə qədər yuvarlaqlaşdıranda 500 edir. 286 onluğa qədər yuvarlaqlaşdıranda 290 edir. Bəli, elə doğru cavab olur C variantı. 552 yüzlüyə qədər onluğa qədər yuvarlaqlaşdıranda təklik mərtəbəsi 2 olduğu üçün onluq mərtəbəsi dəyişmir. Təkliyin yerinə 0 yazırıq. 550 olmalı idi. Müqayisənin doğru olması üçün boş xanaya hansı ədəd yazıla bilər? Baxaq. İlk öncə bu cür tapşırıqlarda ortada olan müqayisə işarəsinə diqqət edirik. Baxırıq, böyükdür. Yəni, birinci ədəd böyükdür 309-dan. Birinci ədəd böyükdür 309-dan. 309-dan böyük olan ədədi istəyir bizdən. 309-dan böyük olan ədəd elə edəcək 930. 309 309-a bərabərdir. 216 309-dan kiçikdir. 300 309-dan kiçikdir. 8 təklik, 15 onluq, 400-lük ədədi hansı ədəd oxunda təsvir olunmuşdur? 400-lüyümüz 400, 15 onluğumuz 15-i 10-a vuranda edir 150, üzərinə gəlirik 8 təkliyi. Bu da edir 558. 558. Bizə deyir ki, ədəd oxunda hansında 558 qeyd olunmuşdur. Burada qeyd olunan ədəd 555-dir. 558 ilə doğru cavab olacaq 558 hansında qeyd olunubdur? Burada 458'dir. Baxın, burada 458'dir. Burada doğru cavab elə olacaq C variantı. 550 isə 51, 52, 53, 54, 55, yəni 555, 556, 557, 558, 558. Keçək növbəti testimizə baxaq. 765 ədədi üçün verilənlərdən hansı səhvdir? 6 rəqəminin mərtəbə qiyməti 60-dır. Bəli, 6-nın mərtəbə qiyməti 60-dır. Doğrudur. Bizdən səhv fikir soruşur. 7 rəqəminin mərtəbə qiyməti 7-dir. 7 rəqəminin mərtəbə qiyməti 700-dür. 7 deyil. 7 mərtəbə vahidinin sayıdır. Yanlış olan olur B variantı. 14-cü tapşırığa baxaq. Fikrimdə tutduğum ədədin rəqəmləri cəmi 13-dür. Onluqlar mərtəbə qiyməti 0-dır. Fikrimdə tutduğum ədəd neçə ola bilər? Baxaq. Variantlara baxsaq, burada bizə deyir ki, onluqlar mərtəbə qiyməti 0-dır. Burada hansı ədədlərin onluq mərtəbə qiyməti 0-dır? A-da, bir də B-də onluq mərtəbə qiyməti görürük, hər ikisində 0-dır. Məsəl üçün, C variantda onluq mərtəbə qiyməti 1-dir, bizim cavab ola bilməz. 670 onluq mərtəbə qiyməti 7-dir, bizim cavab ola bilməz. Bizə deyir ki, onluq mərtəbə qiyməti 0-dır, fikrində tutduğum ədəd neçədir və rəqəmlərinin cəmi 13-dür. İndi gəlin rəqəmlərini toplayaq. 8-in üzərinə 3 gəlsək, daha doğrusu 8-in üzərinə 5 gəlsək, edir 13. 707-də 7-in üzərinə 7 gəlsək, yəni onsuz da 0-dır, 0 əlavə etməsək də olar, edir 14. Hansında rəqəmlərin cəmi 13-dür? Əlbəttə ki, A variantında. 15-ci sonuncu sualımıza baxaq. A8B ədədi rəqəmləri cəmi 22 olan ən böyük rəqəmli ədəddir. Bu ədəd neçəyə bərabərdir? Baxın, A8B. Yəni, B təkliyin yerində durub, onluğun yerində 8 durubdur, yüzlüyün də yerində A durubdur. Deyir ki, rəqəmləri cəmi 22 olan ən böyük 3 rəqəmli ədəddir. Biz yüzlüyün yerinə, məsələn, yaza bilərik 9, ən böyük dediyi üçün ən böyük 3 rəqəmli ədəddir deyir. Cəmi də 22-dir. Onluğu bizə verib ki, 8,
Cəmi 22 olması üçün 9-un üzərinə 8 gəlsə edir 17. 22-dən də 17 çıxanda qalır 5-i. Yəni bu ədəd hansı ədəd imiş? 985 ədədi imiş. Bir də diqqət edək şərtə. Rəqəmlərin cəmi 22 olan ən böyük 3 rəqəm üzrsən. Deyir ki, üzr sayın. Deyir ki, rəqəmləri cəmi tam oxumamışam şərti. Ən böyük 3 rəqəmli cüt ədəddir. Cüt ədəd. Bax bu cüt sözünə fikir verək. Mütləq. Aha. Məsələn, 10-luğu verib 8. Biz 100-lüyü 9 götürsək, ən böyük ədəd dediyi üçün əslində 9 götürə bilərik. 9-dan 8-in cəmi 17-dir. 17-nin üzərinə 5 gəlsə 22-dir. Amma bizə deyir ki, cüt ədəddir. Sonu 5 ilə bitən ədədlər. Yəni, sonu 1, 3, 5, 7, 9 ilə bitən ədədlər tək ədəddir. Ona görə biz bunun yüzlüyünü 9 yaza bilmərik. Onluğumuz onsuz da 8 dəyişə bilmərik. Bizə şərtdə verir. 9-dan sonra böyük rəqəm 8-dir. 8-in üzərinə 8 gəlsə edir 16. 22-dən 16 çıxanda qalır 6-sı. Görürsünüz, sonu 6 ilə bitərsə cüt ədəd olur. Sonu 0, 2, 4, 6, 8 ilə bitənlər cüt ədəddir. 886 cüt ədəddir. Rəqəmlərinin cəmi 22-dir. Yəni bizə verilən şərtləri ödəyir. Doğru cavab olur D variantı. İzahlarımız bu qədər əziz şagirdlər. Növbəti izahlar